Bugün krekini yemək üçün çox sadə olan bir sos hazırlayırıq. Çox dadlı olur. Bu arada sos uydurmadır, yəni özümdən çıxartmışım. Çox dadlı olur. İstəsəniz eləyə bilərsiniz. Sos üçün nələr lazımdır? Göyərti, istədiyiniz göyərti ola bilər. Şüyüd, kişniş. Mən şüyüd istifadə etdim. Sonra mayonez, ketçup qarışımı. Acı sevənlər üçün pul biber. Mən pul biber fullləmişəm. Yəni çox acı, hafif acılı, çox gözəl bir qarışım olub. Duz vurmuram çünki krekimin özü elə yəni duzludur. Bu ikisinin dadı çox əla olur. Mənim xoşuma gəldi. İstəyənlər yəni yoxlaya bilərlər. Hər şey istədiyiniz ölçüyə qədərdir. Mən bir nəlbəki eləmişəm. Özümə çatan qədər bu qədər istifadə edəcəyim üçün çox dadlı olur. Mən xoşuma gəldi. İstəsəniz siz də deneyə bilərsiniz.